Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4%-i açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9%, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuş tərəfindən törədilən ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb. Bunu Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov oktyabrın 17-sində Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında deyib. Nazir həmçinin bildirib ki, qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. Vilayət Eyvazov eyni zamanda qeyd edib ki, keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışı elan edilmiş şəxslərin 85,1%-i tutulub, itkin düşmüş şəxslərin 90%-i. Habelə mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7% açılıb. Eyni zamanda qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb. Yol nəqliyyat hadisələrinin sayı isə 126 fakt. Qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb. Habelə Nazirliyin keçirdiyi vətəndaş qəbulu zamanı Respublikanın 55 şəhər və rayonlarından olan 6279 vətəndaş qəbul edilərək əksəriyyətinin müraciəti yerində həll olunub, həmçinin 80834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib. Bununla yanaşı Formula 1 Azərbaycan Grand Prix'si, 3-cü MDB oyunları, Respublika və beynəlxalq əhəmiyyətli digər kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik etibarlı və peşəkarlıqla qorunub. Nazir diqqətə çatdırıb ki, daxili işlər orqanlarında xidmətin müasir tələblər səviyyəsində təşkili, əməkdaşların peşəkarlığının artırılması, təcrübəli və yüksək ixtisaslı kadr korpusunun formalaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə zəruri tədbirlər davam etdirilib. Gənclərin xidmətə qəbulunun təşviqi və təbliği məqsədi ilə ali və orta ümumi təhsil müəssisələrində mütəmadi görüşlər keçirilib. İclasda gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyatı baş idarələrinin rəisləri, həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib və məruzə ətrafı çıxışlar dinlənilib. Kollegiya iclasına yekun vuran Nazir Vilayət Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib. Qeyd edək ki, iclas narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə, təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sayəsində görülən işlərə, habelə bu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.